Aha, indi mən baxmaq istəyirəm ki, həftənin kataloqun sonudur. Bir həftə qalıb. Mən xəbərdarlıq etməliyəm ki, xanımların addımları yanmasın. Ora hardan baxıram? Yenə də adam işarəsinə basıram. Hesabatlar bölməsinə daxil oluram. Marketinq üzrə hesabatlara daxil oluram. Burada 2 dənə start proqramı üzrə hesabat var. Birinci start proqramı üzrə hesabat bölməsinə daxil olanda mən yalnız öz ikinci qolumdakı xanımları görürəm. Yəni az bir hissəni görürəm. Amma start proqramı üzrə şəxsi qrupa basanda, ikinci bölməni basanda buradan dövrü seçirəm. Mənə deməli hal-hazırki dövr lazımdır. Hal-hazırki dövr görsənmir. Yəni hələ ki bu kataloqda davam edəcək addımlar məndə 6-cı dövrdə görsənir. Yəni 6-cı dövrdə addımı tamamlayıb keçib 7-ni isə qazanmış. Yəni bizdə qayda budur da, bir addımda qazanırıq. Digər addımda hədiyyəmizi götürdüyümüz halda növbəti addım üçün lord ilə desək, əl yeri qoyuruq da, elə bil ki. İndi mən 6-cı bölməni seçirəm, 6-cı dövrü seçirəm. Buralar olduğu kimi qalır və bax düyməsini basıram. Aha, gəldi bura. Burada nə var? Xanımların adı. Deməli, öndəki kodlar xanım məsləhətçilərin öz kodlarıdır. Qarşısındakılar mobil nömrələridir, hansı ki, onu ilə qeydiyyatdan keçiblər. Burada demək, bir neçə dənə qrafa var. Bu qrafalardan birincisi nədir? Geri qaytarılan nəzərə alınmaqda ödənmiş sifarişlərin məbləği. İkincisi, icra edilmiş addımın nömrəsi, təsdiqlənmiş, ödənməmiş sifarişin məbləği. Biz yalnız və yalnız bu bölmədə, bu qrafada ancaq bax bu 3 yerlə işləyəcəyik. Yəni, geri qaytarılanlar nəzərdə alınan bölmə, icra edilmiş addım və bir də təsdiqlənmiş və ödənməmiş ballar. Deməli, bunlar nədir? Mən nəyə baxıram burada? Birinci xanım Cəfərova Zeynəb xanım. 2 yazılıb qarşısında. Bu nə deməkdir? Yəni, ikinci addımı bu xanım tamamlayıb. İndi hal-hazırda 3-cü addımdadır. Və heç nədə vurmuyub. 0-0. Mən bu xanıma xəbərdarlıq göndərirəm ki, sən addımı keçməmisən, ən azından 45 manatlıq vurmalısan. Bunu qeyd edirəm. İkinci xanım isə ikinci addımını keçib. Amma 79-68 manatlıq da məhsul ödəyib, yəni pul ödəyib. Bu xanım addımını keçib. Əla, hər şey superdir. Ödəniş etdiyi halda artıq birinci qrafada oturacaq. Mən bu xanıma xəbərdarlıq edirəm ki, addımını keçmək üçün pulu ödəməlisən. Həmçinin 3-cü məsləhətçi. Yenə o da ikinci addımını keçib, sifarişini, pulunu ödəyib və 3-cü addımını qazanıb. Bax belə. Və yaxud da ki, ondan sonraki hələ birinci addımını keçib, ödəniş etsə, məhsul sifarişi vursa, ikinci addımını da keçmiş olacaq.